Hasret büyür dağ olur, bu dağlarda kurşun atsan çığ olur. Sen oğlunu geri dönmez say annem, ben ölünce belki vatan sağ olur. Sen oğlunu geri dönmez say annem, ben ölünce belki vatan sağ olur. Belki dağlar duman duman savrulur, belki sesim çığlık çığlık. Salam hörmətli tədbir iştirakçıları. Şəhidlik zirvəsi adlı tədbirimizi açıq elan edirik. İndi isə Vətən uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edirik. Allah rahmet eylesin. Şəhid Məmmədov Dünyamir Əkrəmoğlu iyulun 3-ü 1993-cü ildə Şərir rayonunun Yengizə kəndində anadan olmuşdur. Dünyamir ailənin ən kiçik və ən sevimli övladı idi. O 8-ci sinifdən sonra Naxçıvanda yerləşən Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul olunmuşdur. Liseyi uğurla başa vurduqdan sonra Heydər Əliyev adına hərbi akademiyada təhsilini davam etdirmişdir. Dünyamir 2016-cı ilin aprel döyüşlərində böyük cəsarətlə iştirak etmişdir. İkinci Qarabağ müharibəsi zamanı isə Füzuli, Qubadlı, Hadrut, Kəlbəcər, Cəbrayıl, Suqovuşan, Murovdağ, Xocavənd və Şuşa istiqamətlərində gedən döyüşlərdə igidliklə vuruşmuşdur. Füzuli rayonunun İlandağ ərazisində 2 dəfə yaralanmasına baxmayaraq döyüş yolunu davam etdirmişdir. 44 günlük Vətən müharibəsinin başa çatması Dünyamirin həyat yolunun da sonu olmuşdur. Allahdan şəhidimizə rəhmət, qazilərimizə isə şəfa diləyirik. Dünyamir ədəbiyyata qovuşsa da sinifimizdə özündən sonra
silinməz iz qoymuşdur. Hər birimizin qəlbində yaşayacaq bir dünya yaratmışdır. Başda Dünya Amirin valideynləri olmaqla vətənimizə belə qəhrəman övlad yetişdirdiyinə görə minnətdarlığımızı bildiririk. Bizim üçün bu şüar həmişə, hər zaman yaşayacaq. Şəhidlər ölməz, vətən bölünməz. Salam şəhid anası, mən də sənin bir balan. Olmasan da qəhrəman, Şuşa, Kəlbəcər alan. Sənin oğlun tapşırıb, səni mənə yol aldı. Məhz bunun sayəsində ordumuz zəfər çaldı. Salam şəhid atası, sən necə qürurlusan, dağ boyda oğlun gedib, yenə də dik durubsan. Ağ bak saçlarından nur saçılır, nur atar. Hər zaman qürurlu, həmişə dik dur atar. Salam şəhidin yarı, bilirəm darıxırsan, bir ümid gələr deyə pəncərədən baxırsan. Bilirsən gəlməyəcək, yol yoxdur daha geri, şəhid olubdur igid. Şəhid olubdur igid, daha yoxdur yol yeri. Gözün dikib yollara, bir tək şəklə baxırsan. İçin ağlayıb, ürəyimi yaxırsan. Vətən sağ olsun deyib, qəlbimə daş basırsan. Laylay şəhidim mənim. Danışa bilməsəm də, yarası heç sağalmaz, sızıldayar dərindən. Anası fəryad edib, öpər gül gözlərindən. Vətən sağ olsun deyib, məğrurdu İsmət ana. Laylay Dünyamir balam, laylay deyir hər yana. Dağ kimi durub ata, əyilməz heç qaməti. Oğul yarı dağı yandırır, bitməz onun həsrəti. Dünyamir tək oğulun, ucadır şəhadəti, vətən sağ olsun deyib, qəlbi dağdır atanın. Gözündə yaş gizlənən, qürurunda min dözüm, vətən sağ olsun deyən, dillərinə qurbanam. Sən ey müqəddəs ata, fəxrimizsən sən bizim, şəhid qanı can alan illərinə qurbanam. Şəhid qanı can alan illərinə qurbanam. İndi isə sözü məktəbimizin müavini İlyas müəllimə verir. Əziz şagirdlər, müəllimlər, hörmətli şəhid valideynləri, şəhid ailə üzvləri. Yəni bizim borcumuz, milli dəyərlərimiz, torpaqlarımızın azadlığı uğrunda canını qurban vermiş soydaşlarımızın, həmvətənlərimizin xatirəsini həmişə əziz tutmaq, yad etməkdir. Bugün bu kiçik sinif otağında böyük fədakarlıq göstərmiş insanların xatirəsi qeyd olunur. Bu həm 1-ci Qarabağ müharibəsində öz canını vermiş yüzlərlə, minlərlə şəhid üzvləri, həm 2-ci Qarabağ savaşında, 2-ci 44 günlük müharibə dövründə öz canından keçmiş şəhid ailə üzvləri bugün bizim tədbirimizdə iştirak edir. Ramizə xanım 1-ci Qarabağ müharibəsində həyat yoldaşı itiribdir. Ona Dünyaminin valideynləri 2-ci Qarabağ savaşında. Yəni bu, necə deyək, bizim üçün çox çətindir. Yəni bu mövzuda danışmaq həm qürurludur. Yəni o torpaqları gedib, o xarabalığa dönmüş evlərimizi görərkən, mən yaxınlarda Kəlbəcərə getmişdim. Həm qürurludur ki, bu insanlar bu torpaq uğrunda döyüşüb, bu yurt yerlərimizi mənfurlardan alıblar. İkinci bir tərəfdən isə düşünəndə ki, bu torpaqlar uğrunda, bu xarabaya çevrilmiş evlər uğrunda minlərlə insan canı qurban veribdir. Yəni insan ölümü, insan itkisi bu çox ağırdır. Yəni bunu danışmaq, hiss etmək
çətindir. Yəni bilirsiniz necə? Yəni insani dəyərləri özündə cəmləşdirən bir insan kimi fikirləşirəm ki, yəni bu cür itkilərlə yaşamaq həqiqətən də bir ana üçün, bir həyat yoldaşı üçün, bir oğul üçün, bir qız üçün çətindir. Amma neyləmək olar? Yəni biz həyat davam edir. Yəni biz bu çətinliklərə dözə-dözə yaşayırıq. Onsuz da ümumiyyətlə insan həyatı belədir ki, müəyyən bir dövrdə heç nə əbədi deyil. Müəyyən bir dövrdən sonra insan bu dünya ilə vidalaşır. Amma şəhidlər cənnətin, necə deyirlər, cənnəti qazanmış insanlardır. Yəni o zirvəyə ucalıblar. Yəni şərəfli ölümdür. Şəhidlik hər adama qismət də olmur. O cür ölmək, o cür necə deyək, bu dünya ilə vidalaşmaq. Mən tədbir təşkilatçılarına təşəkkürümü bildirirəm. Əziz şahidlər, sizə təşəkkür edirəm. Şəhid ailəsinin üzvlərinə, yəni biz burada tək Dünyamin yox, Dünyaminin simsalında bütün şəhidlərimizin xatirəsini, əziz xatirəsini yad edirik. Cəmil xanım çox sağ olsun, bununla bağlı tədbir hazırlayacaq, bu tədbiri mətbuatda işıqlandıracaq. Yəni bir daha bu yöndə fəaliyyət göstərən, bu cür düşünən adamları biz də təşəkkürümüzü, məktəb rəhbərliyi adından təşəkkürümüzü bildiririk. Sinif rəhbərinə, İlham xanıma, ümumiyyətlə hər birinizə çox sağ ol deyirəm ki, bax bu tədbirin iştirakçısı oldunuz. Bir daha Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah qazilərimizə can sağlığı versin. Canından keçmiş ruhları şad olsun. Bundan sonra dünyamız əmin-amanlıq olsun. Heç bir anaya, heç bir həyat yoldaşına yaxının itirmək, yəni qismət olmasın. Yəni bu qədər mən bunu deyirəm ki, çox sağ olun. İndi isə şahidlərimiz yenidən şeirlər deyəcəklər. Bütün tutan, alnımızdan ləcə yuyan, şirin canı qurban sayan şəhidlərə borcluyuq biz. Şuşa, Laçın və Əsgəran, Ağdam, Ağdəmir, Ağdam, Ağdəmir və Zəngilan, Hadrut, Qubadlı, Suqovşan, şəhərlərə bayraq sancan şəhidlərə borcluyuq biz. Hər rayonda izin qoyan, yağı qəlbinə xof salan, bizə bu hissi yaşadan şəhidlərə borcluyuq biz. Yuxusunu haram qatan, qarış-qarış torpaq alan, qanları ilə tarix yazan şəhidlərə borcluyuq biz. Ana bağrına ot salan, oğlun qızı yetim qalan, yarın gözün yolda qalan şəhidlərə borcluyuq biz. Sözü şəhidin anasına verilir. Mən təşəkkür edirəm, çox sağ olun. Çox sağ olun, şəhidlərə qoydunuz yaxınlıqda. Çox təşəkkür edirəm bizi belə əziz tutduğunuz üçün, bizi belə unutmadığınız üçün. Bütün tədbir iştirakçılarına hamı çox təşəkkür edirəm. Bütün şəhidlərimizin ruhu şad olsun. Dünyamir də yəqin görür, hər şeyi eşidir. Bütün şəhidlərə Allah qəni rəhmət eləsin. Ruhları şad olsun, doğru deyir anamız. Yəni, şəhidlər ölməz, vətən bölünməz. Həqiqətən də onların ruhları şaddır ki, bugün bizim dövlətimiz, millətimiz bu ləkəni üzərindən götürdü. Və sizin kimi anaların övladları hesabına. İndi isə sözü şəhid atasına veririk. Şəhid atası bəzi səbəblərə görə iştirak edənmə də biraz uzaqdadır. Mən əmsiyəm. Çox sağ olun. Bütün mən də şəhidlərimizə
Allah'tan rəhmət. Məkanları cənnət olsun deyirəm. Tədbirdə iştirak edən bütün nümayəndələrə də yenə təşəkkür edirəm. Hamınız sağ olun. Gəl Ramza xanım, gəl. Ramza Bugünkü bu tədbirə görə tədbir iştirakçılarına çox sağ ol deyirəm, çox sağ olun. Yəni şəhidləri yad eləmişsiniz. Şəhidlik, onu yaşayanlar bilər, yaşamayanlar bilir ki biz nə. Yəni demirəm, bu çox bir qürurlu, şərəfli addır. Amma belə götürəndə əziyyətli bir yoldur. O əziyyətli yoldan biz keçmişik. Allah anıya da səbir versin. Bizim evlatlarımız böyüyür. Şüküründə özləri, öz işlərini qurur. Əgər ananın övladının övladı yoxdursa da yerdə qalan bu balaca balalar olsun onun övladı. Çox sağ olun, tədbiriniz. Sizin şəhidiniz haqqında danışında nə vaxt şəhid olub, harada şəhid olub? 94 haqqında. Mən bağışlayan həyat yoldaşım 94-cü ildə Daxili İşlər Nazirliyinin işçisi olmuşdu. Yəni, onlar ilk döyüşə gedən bilirsiniz ki, 1-ci Qarabağ müharibəsində bir könüllülər, bir də Daxili İşlər Nazirliyinin işçiləri ən öndə gedirdilər. Yəni, 94-cü ildə o elə hələ də itkindir. Məsəl üçün, mən uşaqlarımın birinin 38-37 yaş olsa da hələ də onlar yol gözləyirlər ki, ha baxsa yeni qayda gələ bilər, belə. Yəni, şükür torpaqlarımız alındı, o torpaqlara getdik, gördük. Hansı rayondansınız? Kəlbəcədə. Harada döyüşlərə itkin düşübdü? Hansı döyüşlər? Murovda var məqəmdə, bəli. Şükür, yəni onun yolunu oğlumla qızım da davam elətdirir. İkisi də atasının yolunu davam elətdirir. İkisi də Daxili İşlər Nazirliyinin işçiləridir. Yəni, bugünə baxanda, yəni mən də fəxr edirəm ki, onun özünün qəbri olmasa da, ziyarət yerimiz olmasa da, o torpaqları gedirik, ziyarət edirik. Yəni, çox şükür. Bugünümüzə də şükür. Allah sənə də bağlı rəhmət eləsin. Ağaran saçlarınıza, küskün baxışlarınıza, küskün duruşunuza, oğul yolu gözləyən ürəyinizə, qəlbinizə, həyəcandan danışa bilmədiyiniz, tükənən sözlərinizə, mən də ermənin ucbatından ailəsini bütövlüklə itirən bir müəllimə, bir qadın kimi qarşınızda qürurla baş əyirəm. Şərəfli yoldur, amma yolu ağırdır, çətin. Bundan sonra arzulayacağım, öyrədəcəyim şagirdlərimə budur. Uşaqlar, biz, insanlar, biz çəkdiyimizi çəkdik, yaşadığımızı yaşadık. Nə gənclik gördük, nə uşaqlıq gördük. Bundan sonraki övladlarımız bu şəhidlərin sayəsində alınan torpaqlarımızda ancaq və ancaq abadlıq işlərində, gözəl-gözəl işlər görməkdə, çiçəklənməsində, əkib becərilməsində, qrup yaratmasında özlərini fəda eləsinlər. Vətənə bu cür fəda olaq. Bundan sonra qan görməyək, qada görməyək, göz yaşı görməyək, azadlıq, suverenlik, xoş günlər niyyəti ilə həyatımız davam eləsin. Haqqınızı bizə halal eləyin. Haqqınız üzerimizdə çoxdur. Nə qədər təskinlik versək də övlad yarası, şəhid yarası sağalmaz. Amma onlar bizim baş tacımızdır, qürurumuzdur. Ölən günümüzə qədər də biz də onları şərəflə daşıyacağıq. Mən də bu sinifin sinif rəhbəriyəm. Artıq 3 ildir ki, bu şərəfli adı biz daşıyırıq. Yəni, sinifimiz Dünyamirin adınadır. Amma təkcə Dünyamir yox, Dünyamirin simasında bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik. Qazilərimizə Allahdan şəfa diləyirik. İsmət xala, Əkrəm dayıya, Elşad dayıya səbir diləyirik və digər şəhid ailələri iştirak edirdi.
Yəni bu ad bizim üçün unudulmazdır. Biz də şəhidlərin adını siniflərlə tanıdırıq, onlarla yaşadırıq. Həqiqətən Dünyamir bizim üçün sinifdən elə bilir ki, balaca bir Dünyamir 8-ə keçib, indi 9-a keçəcək. Yəni biz də bir cür belə yaşadırıq, təskinlik veririk. Tahirə müəllimə demişkən, haqqınızı halal eləyin. Bizim yəni ölkəmizdən ancaq onlara belə təşkil eləməklə yad edə bilərik. Yəni bizim borcumuz ancaq bu cür ödənilə bilər. Çünki biz başqa əlimizdən gələn ancaq dua eləmək, sizə can sağlığı əsas odur, səbir Allahdan hamımıza diləmək. Bir də İlhamə müəllimə, təşkilatçı olaraq siz də adınız yox, ne lap iştirakçı olar ki, onun haqqında nələr seçilir? Mən də Dünyamiri bir əmsi yoldaşı kimi, əmsi kimi burada birinci təşkil edən hər bir kəsə öz təşəkkürümüzü bildiririk. Onun haqqında danışıqda, danışmaqda hər kəs onu tanıyır. Çox sağ olun, bütün şəhidlərimizə Allah rəhmət eləsin. Burada təşkil edən, iştirak edən hər kəsə öz təşəkkürümüzü bildiririk. Bu qədər, mən deyim, onlardan çox şey demək olar. Allah hamısını rəhmət eləsin. Bütün şəhidlərimizə. Qısa, amma çox şərəfli. Çox şərəfli. O qədər söz var ki, onun haqqında deməyə, ancaq inanın ki, danışanda hamısı yadımdan çıxır. Yəni, çox sevirdi. Görünməməyi çox sevirdi. Hər şey, yaxşı şeylər eləsin, amma görünməsin. Vətənini çox sevirdi, işinə sadiq idi. Kəşfiyyatçı idi, xüsusi təyinatlı idi. Ancaq o qədər işinə aşiq idi, formasına aşiq idi. O qədər formasını çox sevirdi, dövlətinə o qədər çox sevirdi. O qədər deyilməli çox söz var ki, bəlkə də oradan durub mənə baxır, eşidir, bilir ki, mən danışa bilmirəm, çox həyəcanlanıram, bilir ki, mən... Amma... Durlar bizə həqiqətən görürlər. Allah sizə səbir versin. Allah səbir versin, Allah bütün şəhidlərimizə rəhmət eləsin. Məkanını cənnət eləsin. Tədbirləri hazırlamaq deyəndə mən çox həyəcanlanıram, çox narahat oluram. Ağır bir işdir. Onların getdiyi bu yol ki var, şərəfli yoldur, amma ağır yoldur. Onların hər addımını izləmək bizim əlimlər üçün də çətindir. Onları uşaqlara çatdırmaq da bizim üçün çətindir. Gərək onu yaşayasan ki, o uşaqlara da o şeirləri, o obrazları öyrətmək o qədər çətin bir şeydir ki. Ona görə də yarın bu yolda biz uşaqlara tez-tez dərs mövzusu olmağına baxmayaraq, olur bizdə dərslər şəhidlər mövzusu. Çalışırıq ki, onları olduqları kimi çatdıraq uşaqlara ki, sabah o uşaqlar da onların bir damla bir qanunu yerdə qoymasınlar. Onun əvəzində bu gözəl Azərbaycanımızı, can qoyan bir dövlətimizi həmişə yüksəklərdə yaşatsınlar. Həmişə də mən uşaqlara deyirəm ki, uşaqlar, söhbət ondan getmir ki, siz vəzifə başında oturasınız, dövlət idarə edəsiniz. Amma insan olun, bir xalq olun, birləşmiş bir millət olun ki, həmişə bizim dövlətimizi qoruyub saxlayasınız. Allah sizə səbir versin, Allah rəhmət eləsin. O əsən əllərinizin, o titrəyən ürəyinizin qarşısında mən baş əyirəm. Ağılan səslərinizə mən qurban olaram. Allah rəhmət eləsin. Mən də inanıram, o sinifin bütün gənclər, bütün uşaqlar, hamısı şəhidlərimizə layiq, dövlətimizə layiq. Uşaqlar olacaqlar, sevəcəklər, yaşadacaqlar. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bütün tədbir iştirakçılara çox sağ olun deyirəm. Allah razı olsun. Şəhidlərimizin məkanı cənnət olsun. Qazilərimizə Allahdan şəfa diləyirəm. Şəhid analarımızın əllərini öpürəm. Onların səbir dözüm arzulayıram. Qeyd eləmək istəyirəm ki, bizim bu tədbiri Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçiririk. Zəka işığında milli dəyərlərin təbliğinə dəstək ictimai birliyi olaraq
şəhidlik zirvəsi mövzusunda və söz veririk ki, belə bu mövzuda tədbirlərimizi davam elətdirəcəyik. Bir daha sizə çox sağ ol deyirəm, şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Bir daha analarımız göz yaşı görməsin. Allah gənclərimizi qorusun. Akşam olur, hasret büyür, dağ olur. Bu dağlarda kurşun atsan çığ olur. Sen oğlunu geri dönmez say annem. Ben ölünce belki vatan sağ olur. Sen